Deyirlər, həyatda hərə bir iz qoyub gedir. Böyük sənətkarların, görkəmli şəxsiyyətlərin qoyub getdiyi iz, ucaltdığı qala tarix səhifəsinə çevrilib, nəsildən nəslə töhfə olur, yadigar qalır. Bəzi səslər var, hər dəfə eşidəndə bizi keçmiş aparan, bəzi simalar var. İllər keçsə də xatırlanan, unudulmayan. Belə sənətkarlardan biri də Ofeliya Sənanidir. Bugün Ofeliya Sənaninin sənətə verdiyi töhfələr zamanın sərhədlərini aşaraq nəsildən nəslə ötürülür. Azərbaycan Dövlət Film Fondunda sənətkarın ailə üzvləri, sənət yoldaşları, sevənləri Ofeliya xanımın 85 illik yubileyi münasibəti ilə bir araya toplaşmışdılar. Ofeliya Sənani 1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəsi diktor kimi fəaliyyətə başlayıb. Uzun illər televiziya məkanında bir sıra verilişlərin aparıcısı olan Ofeliya xanım 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Mən əlbəttə ki, zövq alıram o illərimdən. Rahat oluram, rahat yatıram, rahat dururam ki, mən nə isə eləmişəm. İşi sevirsənsə, xalqı da sevməlisən. Xalqı sevsən, işində də məhəbbət əmələ gələcək. Çünki onlar üçün işləyirsən. İlk növbədə o. Xalq onun doğması olmalıdır, öz balası olmalıdır. O məhəbbət olsa, əlbəttə ki, bacaracaq işləməyi. Tədbirdə çıxış edənlər sənətkarın həyat yolundan danışdılar. Onunla bağlı xoş xatirələrini bölüşdülər. Ofeliya xanım mənim baldızım yox, o mənim bacımdır. Ofeliya Sənaninin mədəniyyət sahəsindəki xidmətləri yalnız diktorluq fəaliyyəti ilə yekunlaşmır. O, Sahil bağı, Mücrü, O qızı tapın, Dağlarda döyüş kimi bir çox filmlərdə də müxtəlif rollar canlandırıb. Amma sən heç dəyişməmisən. Elə həminki icransan. Kursu bitirdin? Bitirdim. Təbrik edirəm. Özünə məxsus səsi ilə seçilən Ofeliya Sənani bir sıra məşhur filmlərdəki dublyajları ilə da yadda qalıb. Arxadan vurulan zərbə, Gün keçdi, 7 oğul istənən filmlər də məhz bu qəbildəndir. Dostusanmı? Qardaşısanmı? Bilmirəm. Babamın qanını sənə halal eləyirəm. Ofeliya xanımın çox ecazkar, gözəl bir səsi vardı. Və o dublyajda elə bil ki, yeni bir nəfəs verirdi o obraza. Və o obrazı daha da zənginləşdirirdi. Azərbaycan dilində o obraz daha da parlaq onun ifası görünürdü. Bu çox böyük bir işdir. Diktorluq fəaliyyəti Ofeliya xanımın özünə məxsus dəstəxətliyi ilə seçilən bir diktordur. Onun öz məktəbi var, onun öz qoyduğu yol var və o yol heç kimə bənzəmir və o artıq öz imzasını bax bu istiqamətdə çəkmiş bir şəxsiyyətdir. Ofeliya Sənani Azərbaycan televiziya məkanında diktorluq məktəbinin formalaşmasında böyük rol oynamış şəxslərdəndir. Məlahətli səsi və səlis nitqi ilə illərlə tamaşaçıların qəlbinə yol tapan Ofeliya xanım efirdə xəbərləri və verilişləri yüksək peşəkarlıqla təqdim edərək Azərbaycan diktorluq sənətinin inkişafına böyük töhfə verib. Çox gözəl xasiyyəti var idi, çox mülayim, heç kəsin işi olmazdı. O qədər çox sevirdi ki, indiyə qədər də peşəsini, məsləyini o qədər sevirdi ki, heç başqa işlərə vaxtını sərf eləməyə mənə gəlir ki, heyfi gələrdi əslində. Yəni, əsl peşəkar. Əsl peşəkar bugün də efiri sevən, hətta təsəvvür edin, insan yaşadı olanda biraz yorulur, tükənir, kənarda durmaq istəyir. Amma o yox, o efir eşqi ilə yaşayır ömür boyu. Tədbir Ofeliya Sənanini sevənlərin təbrikləri və xatirələri ilə keçdi. Bugün 85 yaşını qeyd edən sənətkarın ömür yolu Azərbaycan televiziya və mədəniyyət tarixinin unudulmaz səhifələrindən biridir. Çünki əsl sənətkarlar yaratdıqları izlərlə yaddaşlardan heç vaxt silinmirlər. Sizi təbrik edirik Ofeliya xanım. Sizə xoş xatirələr və uzun ömür arzulayırıq. Sən qalxırdın bu dəmdə, mən enirdim xəbərsiz.